Salam əziz izləyicilərim. Bugün sizə yəni günorta yeməyi üçün istər axşam da yeyə bilirsiniz. Amma mən günorta yeməyi üçün hazırladım bunu. Sulu bulgur pilavı və belə gördüyünüz kimi kartuşkaları kara şəklində incə yəni doğrayıram və yağda, sulu yağda. Yəni belə tam da qızartmıram. Yəni biraz belə yəni bişirirəm. Az bir şey. Və ondan sonra üzərinə biberləri də əlavə edirəm. Biberləri də doğradık sonra üstünə 1 yemək qaşığının dolusu tereyağı əlavə edib onu da bir gözəl yəni qarışdırıram. Və ondan sonra 1 yemək qaşığı pomidor məti və üzərinə 1 stəkan yarım normalda yəni 2 stəkanda eləyə bilərsiniz bulguru. Artıra da bilərsiniz, daha da fazlası. Yəni 3 stəkan da qoya bilərsiniz. Amma o ailədə yəni neçə nəfərdən asılıdır. Yəni nə qədər bulgurunu çox qoysanız, o qədər suyunu da artıracaqsınız. Və bir də qazanı, yəni qabımızı daha böyük götürməmiz lazım. Və belə mən 1 stəkan yarım bulgur istifadə elədim. Və bir gözəl, yəni 1-2 dəqiqə pomidor məti, işte biber, kartuşka hamısı bərabər bir gözəl qovurdum. Hamısının dadı bir-birinə keçsin deyə. Və ondan sonra üzərinə 6 stəkan qaynar su əlavə elədim. Eğer evde et suyunuz varsa, mesela o 6 stəkan suyun əvəzinə, mesela 2 stəkanını toyuq suyuyla da əvəz edə bilərsiniz. Məndə toyuq suyu olmadığı üçün mən normal su qoydum və yəni bir çay qaşığının dolusu bulyon attım. Yani siz istəsəniz bütün bulyon da ata bilərsiniz. Mən toz olanından, yəni toz şəklində olanından attım. Bir çay qaşığı. Və duzunu. Və bu arada en sonunda da yəni belə bir tık qaynamağa başladığı anda pomidorun qabuğunu soyub yəni bu belə qaynamağa, göz olmağa başladığı anda pomidorların üstünə əlavə edirik. Yəni və ondan sonra da altını ilk önce harlı ateşte, ondan sonra da kısık ateşte bulgurlarımız pişene kadar pişiririk. Yani suyunu eğer çekerse de suyunu artıra da bilərsiniz. Hani normal sebzeli bulgur pilavı kimi de pişirebilirsiniz. Yani o sizin elinizde olan bir şeydi. Ama çok lezzetli olur yani. Ayranla, turşuyla yenebilecek bir yemekti, bir pilavdı. Yani çok lezzetli. Yiyebilirsiniz. Akşam yemeklerinde de olur. Yani çok qəşəng. Ve budur işte qaynamağa başladı. Qaynamağa başladık sonra da bulyonunu da atıram. Tuzunu da attım. Ve ondan sonra da pomidoru doğrayıp üstüne tökürəm. Pomidor məti qaynatdığım üçün arada pomidor məti də yəni deyirəm. Siz de bu arada beni takip etmeyi, beğenmeyi unutmayın. Mənə bu yolda dəstək olun. Edeceğim olanlara da nuş olsun. Etmeyi de tövsiye ederim. Mutlak edin. Çok lezzetli bir yemekti.